Bismillah, elhamdülillah ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Allah subhanahu teala müvəffəq etsin. Allah subhanahu teala'nın yardımı ilə, köməkliyi ilə kitabımızın davamını götürürük. Tohid kitabının davamını və Allah subhanahu teala'dan istəyirəm ki, bu məclisimizi xeyirli, bərəkətli etsin və bizdən qəbul etsin Allah subhanahu teala. Və Allah subhanahu teala, yəni müəllif rahmanallah, Bismillahirrahmanirrahim sözündə qalmışdıq. Və Bismillah sözünü izah eləmişdi, Ər-Rahman, Ər-Rahim sözü qalmışdı, onu toxunmamışdıq. Burada Ər-Rahman, yəni Ər-Rahman, Ər-Rahim Allah subhanahu wa ta'alanın əzəmətli adlarından, yəni Əsmaül Hüsnədən də Allah subhanahu ta'alanın gözəl adlarındandır. Ər-Rahman, yəni Ər-Rahman, Ər-Rahim mənaları, alimlər bu adların mənaları haqqında demişdir ki, Barakallahu fikum, Ər-Rahman, yəni bu dünyada bütün hər kəsə qarşı mərhəmətli olan, rəhimli olan. Ər-Rahim isə yalnız axirətdə möminlərə qarşı rəhimli olan. Həmçinin alimlər mənası haqqında demişdilər ki, Allah daha doğrusunu bilir. Ər-Rahman, yəni Ər-Rahmanla Ər-Rahimin arasındakı fərq odur ki, Ər-Rahman, yəni rəhmət Allah subhanahu ta'alanın sifətidir. Yəni Ər-Rahman vasfuhu, Ər-Rahmətu vasfuhu. Ər-Rahman adında, yəni rəhmət Allah subhanahu ta'alanın vəsfidir. Ər-Rahim sifətində isə, yəni feilidir, yəni qullara nə deyir, rəhm etməsidir. Yəni ki, İbn-i Qeym Rahimallahın zikr etdiyi kimi və alimlər də buyurduğu kimi, yəni bu iki ad bir yerdə gələndə Ər-Rahmanur-Rahim. Bunlar ikisi bir yerdə gələndə, yəni Ər-Rahman Allah subhanahu ta'alanın vəsfi, Ər-Rahim isə onun feili, yəni qullara rəhm etməsi kimi. Amma ayrı-ayrılıqda gəldikdə isə, yəni hər iki mənanı özündə gərəşdirir. Allah daha doğrusunu bilir. Və sonra müəllif rahimehullah gətirir Kitab-ı Tevhid. Kitab-ı Tevhid. Müəllif rahimehullah müqəddimə, yəni gətirməyib, kitabda müqəddimə yazmayıb. Müqəddimə ilə başlamayıb. Hansı ki, xüsusən mütəəxir alimlər öz kitablarında ön söz yazırlar. Yəni müqəddimə olaraq nələrsə qeyd edirlər. Və müəllif rahimehullah burada öz kitabında müqəddimə qeyd etmir. Və sanki Kitab-ı Tevhid deməsi ilə və Kitab-ı Tevhiddən sonra gələn ayələr ki, hədis ki gətirir, onu bəzi alimlər demişdilər ki, nədir, bu müqəddimə kimidir və bəziləri deyirlər ki, yox, bab kimidir, Allah daha doğrusudur. Ümumən, burada müəllif rahiməllahın deməsi Kitab-ı Tevhid, kitab, yəni kətəbə yaktubu kitabən, yəni bir mənası kitab, yəni bir mənası cəm etmək. Yəni kitab, yəni özündə hərfləri, sözləri cəm eləyir, yəni cəm etmək mənasında da olması. Burada Kitab-ı Tevhid, kitab, yəni cəm edir. Özündə nəyə? Ət-Tevhid. Yəni tevhid məsələlərin özündə cəm eləyir. Aydın qardaşlar, barakallahu fikum. Yəni bu kitab tevhid məsələlərin, tevhidə aid olan məsələləri özündə cəm eləyir. Tevhidin də mənası nədir? Vahhədə yuvahhidu tevhidən. Yəni təkləşdirmək, bir şeyi təkləşdirmək. Bir şeyi təkləşdirmək. Və şəriətdə isə Allah subhanahu wa ta'alanı uluhiyyətdə, rububiyyətdə, uluhiyyətdə və ad və sifətlərində, əsma və sifətlərində, ad və sifətlərində təkləşdirmək. Yəni rububiyyə, barakallahu fikum, yəni Allah subhanahu wa ta'alanı onun feillərində və yaxud da deyək, Allah subhanahu wa ta'alanı rububiyyə, Allah subhanahu wa ta'alanı yaratmaqda, xalqda, yaratmaqda, mülkdə və həmçinin tədbirdə təkləşdirmək. Allah subhanahu wa ta'alanın bu üçündə təkləşdirmək. Yəni rububiyyə, tevhidi, yəni bu üçündən qırağa çıxmaq. Yəni yaratmaqdan, yəni mülkdən və nədir? Tədbirdən, yəni bütün işləri idarə etməkdən. Və həmçinin deyilmişdir, yəni Allah subhanahu wa ta'alanın öz feillərində, Allah subhanahu wa ta'alanın feillərində təkləşdirmək. Və bundan necə olur? Yəni Allah subhanahu wa ta'ala yaradır. Yəni yaratmaqda Allah subhanahu wa ta'alanı təkləşdirmək. Yəni yaradan olaraq yalnız Allah subhanahu wa ta'aladır. Yaradan olaraq yalnız Allah subhanahu wa ta'aladır. Və şeyxlər burada məsələlərə toxunur, bəzi məsələlərə. Misal üçün, hansı ki, Əhsənul Xaliqin gəlir ayədə, yəni yaradanların ən xeyirlisi. Alimlər buyurur ki, yəni Allah subhanahu wa ta'ala özündən başqasına nədir? Yaratmaq sifətinin, vəsfinin aid edilir. Burada da alimlər buyurur ki, yəni Allahdan qeyrilərinin, yəni insanın yaratması, yəni bir şeyi olduğu şəkildən başqa şeyə çevirməsidir.
Yəni mütləq yaratmaq, yoxdan yaratmaq isə nədir? Allah Subhanahu taala aiddir. Yəni Allah Subhanahu taala dəmiri yoxdan var edən kimdir? Allah Subhanahu wa taala. Amma dəmiri misal üçün maşın düzəldirlər. Misal üçün deyən maşın düzəldirlər. Dəmiri neyirlər? Dəmiri bir formadan başqa bir şəklə çevirirlər. Yəni insanın yaratması olan bir şeyi başqa bir formaya çevirmək. Hətta bir elə bir ki söhbət düşmüşdü ateistlərdən biri ilə. Yəni bir adam ateist idi və kimya, yəni üzrə alim idi. Elə bir söhbət keçir və həmin o söhbət əsnasında həmin o kimya üzrə alim deyir ki, söhbət əsnasında həmin o qardaşa deyir ki, yəni istəyirsən mən bu vilkanı, yəni süfrə qırağında otururlar, yemək içmək qırağında və istəyirsən bu vilkanı deyir sənin üçün qızla çevirin. Və həmin o qardaş deyir ki, yox, qızla çevirmə. Bu vilkanı yoxdan yarat. Yarada bilərsən, deyir, yox, yarada bilmərəm. Deyir, amma Allah Subhanahu, yəni yaratmaq budur. Allah Subhanahu taala yoxdan yaradır. Sən onu sadəcə misal üçün tərkibini nəsə bilirsən, sən onu sadəcə başqa bir formaya, yəni əslində o da heç əsl qızıl salmır, yəni lap dəqiqliyə getsə, amma əslində sən onu başqa bir formaya, sadəcə bir formadan başqa bir formaya çevirmiş olursan. Amma sən onu yoxdan yarat, vulkanı yoxdan yarat görüm. Yəni yoxdan yarada bilərsən, o da həmin adam da deyir ki, təbii ki, deyir ki, onu yoxdan yarada bilmərəm. Deyir ki, bax Allah Subhanahu taalanın yaratması da budur. Yəni Allah Subhanahu yaratması, yəni Allah Subhanahu taala mütləq yaratmaq, yəni yoxdan var edir. İnsanın yaratması isə bir şeyi olduğu formadan başqa şəklə salmaqdır. Və mülkdə, yəni mülk, yəni mütləq olaraq mülkün sahibi Allah Subhanahu taaladır. Mütləq olaraq mülkün sahibi Allah Subhanahu taaladır. Və bəzilər deyə bilər ki, yəni insanda da mülk var. Burada yenə alimlər buyururlar ki, yəni burada insanlarda olan mülk nisbidir. Yəni insanlarda olan mülk nisbidir. Yəni Allah Subhanahu wa taala Malikul Mulk, mülkün sahibidir. Yəni mütləq olaraq və istədiyi kimi nədə təsərrüf edir, istədiyi kimi idarə edir Allah Subhanahu taala. Amma qullarda olan, insanlarda olan mülk məhdudiyyətli və nədir? Nisbidir. Məhdudiyyətli və nisbidir. Yəni insan öldükdən sonra o mülk ona qalır? Yox, qalmır. Və yaxud da insan sağ olduğu vaxtda belə onun əlindən o mülkü ala bilirlər. Hətta şəriət cəhətdə yəni bir mömin, müsəlman öz malın, mülkün istədiyi kimi təsərrüf edə bilməz, istədiyi kimi xərcləyə bilməz. Allah Subhanahu wa ta'ala buyurduğu kimi xərcləməlidir. Yəni bir mömin, bir müsəlman, yəni ümumiyyətlə bütün insanlar, xüsusilə yəni möminlər, müsəlmanlar Allah, yəni malı, mülkü Allah Subhanahu wa ta'alanın buyurduğu kimi xərcləməlidir. Yəni misal üçün bir insandır, tutaq ki, müəyyən miqdar pulu var, çıxardır, pulunu yandırır. Yəni bu ona icazəli deyil. Bu ona şəriət icazə vermir. Yəni onun mülkü olsa belə onu zayi etməyə, həlak etməyə şəriət ona nə etmir, icazə vermir. Barakallahu fikum. Və buradadır ki, mülk nədir? Mülk insanda nisbidir. Amma mütləq olaraq mülk kimin sahibidir? Allah Subhanahu wa ta'alanın sahibi. Allah Subhanahu ta'aladır mülkün sahibi. Mütləq olaraq mülkün sahibi Allah Subhanahu wa ta'aladır. Və istədiyinə verir və istədiyinə də vermir. Hikmətinə uyğun olaraq. Və sonra dedi ki, nədir? Tədbir. Yəni Allah Subhanahu ta'ala bütün işləri idarə edən Allah Subhanahu wa ta'aladır. Bütün işləri idarə edən Allah Subhanahu wa ta'ala. Bu nədir? Bu rububiyyət tövhidi. Barakallahu fikum. Və uluhiyyət tövhidi isə uluhiyyət tövhidi, Allah sizlərə bərəkət versin. Allahı Subhanahu wa ta'ala qulların öz feillərində, öz əməllərində, ibadətlərində Allah Subhanahu wa ta'alanı təkləşdirmələri. Qulların öz feillərində, öz əməllərində Allah Subhanahu wa ta'alanı təkləşdirmələri. Yəni bütün ibadətlərində Allah Subhanahu wa ta'alanı təkləşdirmələri, yəni ibadətlərin yalnız və yalnız Allah Subhanahu wa ta'alaya xas etmələri. Yalnız və yalnız Allah Subhanahu wa ta'alaya aid etmələri. Yəni bir qulların bütün ibadətlərin yalnız və yalnız Allah Subhanahu wa ta'alaya nə etmələri, aid etmələri. Yəni uluhiyyət tövhidi qulların öz feillərində Allah Subhanahu wa ta'alanın təkləşdirmələri. Və uluhiyyət, yəni rububiyyət tövhidi uluhiyyət tövhidini gərəşdirir.
Və rububiyyət təvhidin təsdiq etmək, qəbul etmək insan nə etmir? İnsanı İslam'a salmış olmur, hətta uluhiyyəni gerçəkləşdirmədikcə. Yəni bir insan, çünki Allah Rasulunun sallallahu aleyhi və səlləmin vaxtında da Məkkə müşrikləri yaradanın, öldürənin, ruzi verənin, yəni kim olduğunu bilirdilər. Allah subhanahu ta'ala işləri idarə edənin kim olduğunu deyirdilər. Allah subhanahu wa ta'ala olduğunu deyirdilər. Amma bu onlara fayda verdi mi? Fayda vermədi. Hətta nə deyir? Hətta uluhiyyə təvhidin təsdiq etmədikcə. Hansı ki Allah subhanahu ta'ala Quran-Kərimdə buna aid nə deyir? Ayələr çoxdur. Allah subhanahu wa ta'ala rububiyyət təvhidini xatırladır, uluhiyyət təvhidin qullardan istəyir. Yəni rububiyyət təvhidini xatırladır. Misal üçün ilk əmr və ilk qadağa keçən ayə. Allah subhanahu wa ta'ala nə buyurur? Ya eyyuhən-nasu ubudu rabbakumullazi xalaqakum vellezine min qablikum leallekum tettaqun. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin. Əl-ləzi cealləkum ləardə firəşə və-səməə binəə və ənzələ minəs-səməi məə وأنزل من السماء ماء فأخرج به من الثمرات رزقا لكم فلا تجعلوا لله أندادا وأنتم تعلمون. Hansı ki o yer üzünü sizə döşəmə etdi, göyü sizə tavan etdi və göydən su indirməklə növbə-növ məhsullardan ruzilər yetişdirdi. Allah subhanahu burada rububiyyət təvhidini xatırladır. Yeri sizə döşəmə etdi, göyü tavan etdi. Göydən su indirib növbə-növ məhsullardan ruzilər yetişdirdi. Və sonra buyurur ki, siz də bunu bildiyiniz halda, yəni bu işləri görənin Allah subhanahu wa ta'ala olduğunu bildiyiniz halda fələ tec'alu lillahi əndədə. Allaha heç bir şey şərik qoşmayın. Yəni Allah subhanahu wa ta'ala rububiyyət təvhidini xatırladır, qullardan nə istəyir? Uluhiyyət təvhidini tələb edir. Yəni əgər sən Allahın yaradan olduğunu təsdiqləyirsənsə, öldürən, dirildən olduğunu təsdiqləyirsənsə, ibadəti də yalnız Allah subhanahu wa ta'ala etməlisən. Allahdan qeyrisinə, ibadətlərdən heç nəyi Allahdan qeyrisinə sərf etməməlisin. İbadətləri yalnız və yalnız Allah subhanahu wa ta'alaya sərf etməlisən. Allah subhanahu wa ta'ala bizləri müvəffəq etsin. Və üçüncü, yəni təvhid, əsma və sifət, yəni əsma və sifət isə Allah subhanahu wa ta'alanın və Allah Rasulunun sallallahu aleyhi və səlləmin Allaha isbat etdiyi adları və sifətləri Allaha isbat etmək və Allahın və Rasulunun sallallahu aleyhi və səlləmin Allahdan nəhy etdiyi, Allahdan uzaq tutduğu adlar və sifətləri, vəsifləri Allah subhanahu wa ta'aladan uzaq tutmaq. Bu nədir? Yəni, əsma və sifət təvhidinə nədir? İman gətirməyə, barakallahu fikum. Yəni, birincisi, Allahın və Rasulunun sallallahu aleyhi və səlləmin Allaha isbat etdiyin, isbat etmək və Allahın və Rasulunun sallallahu aleyhi və səlləmin Allahdan nəf etdiyin, uzaq tutduğun Allah subhanahu wa ta'aladan uzaq tutmaq. Və ümumən bu təvhid kitabında, barakallahu fikum qardaşlar, bu təvhid kitabında əsasən müəllif rahiməhullah, yəni əsasən uluhiyyət təvhidinə toxunur. Yəni əsasən burada qəsd uluhiyyət təvhidi, yəni onun rükunları, yəni kamilləşdirəcək şeylər. Digər bu məsələlər hamısı nədir? Burada əsasən uluhiyyət təvhidinə toxunur və əsma və sifət də nədir? Burada yəni qısa olaraq onlara da toxunur, qısa olaraq toxunur, amma əsasən ümumən burada uluhiyyət təvhidindən bu kitabda söhbət gedir. Allah subhanahu ta'ala müvəffəq etsin. Və sonra müəllif rahiməhullah Allah subhanahu ta'ala bu ayəsini gətirir. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Əzəmətli bir ayədir, qardaşlar. Barakallahu fikum. Yəni, çox önəmli bir ayədir. Hansı ki, nədir? Yəni, insanların yaranma hikmətin, insanların yaranma məqsədini bildirən, yaradılışın, cinlərin və insanların yaranma məqsədini bildirən bir ayədir ki, barakallahu fikum. Alıb baxaq, ayəyə baxaq, yəni alimlər buna nə şərh verir? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Allah subhanahu ta'ala buyurur ki, mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.
yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni burada məqsəd nədir? Burada məqsəd qulların, cinlərin və insanların yaradılma məqsədi nədir? Allah Subhanahu taala ibadətdir. Allah Subhanahu taala ibadətdir. Yaxşı, insanlar var, görürsən, deyirlər ki, yəni biz ibadət üçün yaradılmışıq, bəs onda bizim yaşamayaq onda, bəs yəni ailəmiz, övladlarımız və biz onlara deyirik ki, Subhanallah, Allah Subhanahu taala sənə vacib etdiyi ibadətlər səndən az bir vaxt aparır. Gün ərzində, yəni bir sutkada gün ərzində neçə saat var? 24 saat, hə? 24 saatın neçə saatın namaz? Yəni gün ərzində 5 vaxt. Yəni ən çox, yəni vacib, yəni gün ərzində vacib olan əməllərdən ən əsası gün ərzində təkrarlanan 5 vaxt namaz. 5 vaxt namaz səndən nə qədər vaxt aparır? Yəni ən uzağı aparsa sünnələri ilə, sünnələrin qılmaqla, dəstəmazla, almaqla 2 saat səndən vaxt aparsın. Hələ yəni bu ən çox sən belə gözəl, uzun şəkildə, rahat şəkildə qılmaqla. 2 saat, 24 saatın 2 saatın, hə? 2 saatın Allah Subhanahu taalaya ayırmağa vaxt tapmırsan sən, Allahu Akbar. Və iş əsnasında da yalnız demək olar ki, hardasa zöhr namazı iş əsnasına düşür. Bəzində olsa əsr namazı düşür iş əsnasına. Qalan sübhdür, məğribdir, işadıblar, işdən sonraya düşür. Hə? Barakallahu fikum. Yəni Allah Subhanahu taala haqqı sənə verdiyinə az bir əməldir. Az bir nədir? Az bir əməldir ki, onu yerinə yetirməyə sən deyirsən ki, vaxtım yoxdur. Hansı ki, sən fikirləşsəydin və istəsəydin, buna vaxt tapardın. Çünki neçə yəni minlərlə, milyonlarla insanlar var ki, namaz qılırlar və fəhləsi var həmin namaz qılanların. Nə bilim, karyerdə işləyən daş çarxanalarında karyerdə işləyənlər var. Vəzifədə işləyənlər var. Yəni işindən asılı olmayaraq harda olurlarsa olsun işləyən insanlar var ki, onlar, nə bilim, tacir olanlar var, ticarətlə məşğul olanlar var. Onların hamısı nədir? Namaz qılmaq, yəni ibadətlərini yerinə yetirməyə vaxt tapırlar. Və bu onların etdiyi ibadət onların vaxtından, onlardan heç bir şey alıb aparmır. Əksinə onları rahatlayır. Bir insanın deməsi ki, yaxşı biz yəni ancaq ibadət eləyək onda, yəni bu sadəcə nədir? Bəhanədən başqa bir şey deyil. Bəhanədən başqa bir şey deyil. Bu ayədə çox hikmətlər var, qardaşlar. Barakallahu fikum. Bu ayədə çox hikmətlər var. Sonra ayəni burada bax deyir ki, cinlərin və insanların yaradılma məqsədi nədir? İbadət. Deməli, mükəlləf olan qulun kimdir? Yəni cinlər və insanlar nədir? Mükəlləfdirlər. Yəni bunlar mükəlləfdirlər. Deməli, heyvanlardır, divardır, ağacdır, daşdır, dəmirdir. Bunlar nədir? Bunlar mükəlləf deyirlər. Və bir insan, ibadət üçün yaradılmış bir insan, əgər ibadət etmirsə, özün hansı səviyyəsi almış olur? Allah qorusun, özün həmin o daşın, dəmirin, heyvanların səviyyəsini salmış olur. Hansı ki, subhanallah, qiyamət gündə nə deyəcək? Qiyamət günü və yəqulul kəfru ya leytəni kuntu turabə. Niyə görə? Çünki qiyamət günü kafir deyəcək ki, kaş ki mən torpaq olaydım. Kaş ki mən torpaq olaydım. Nə üçün? Çünki qiyamət günü o heyvanlar bir-birindən qisas alınacaq, hə? Amma onlar mükəlləf deyirlər axı. Onlar torpaq olub gedəcəklər. Torpaq olub gedəcəklər. Çünki onlar nə idi? Onlar mükəlləf deyirdilər. Və həmin gün o qiyamətin əzabın, Allah Subhanahu bizləri bağışlasın, bizləri qorusun. Qiyamətin əzabın gördüyü zaman nə deyəcək? Kaş ki mən də bu heyvanlar kimi torpaq olaydım. Yəni kaş ki mən də heyvan olaydım. Yəni əməl üzərində olmayaydım və bu heyvanlar kimi burada nə olaydım? Torpaq olaydım deyəcək Subhanallah. Allah Subhanahu bizləri qorusun. Allah Subhanahu bizləri bağışlasın. Onun üçün nə etmək lazımdır? Allah Subhanahu və Taala'nın bizi yaratdığı məqsəd üçün çalışmaq lazımdır. İbadət üçün. Allah Subhanahu Taala ibadət və başda da ibadətin ən başında nədir? Bu götürdüyümüz mövzu təvhid mövzusudur ki, Allah Subhanahu Taala bizləri və zürriyyətimizi müvəffəq etsin. Və sonra ayədə keçin və mən xalaqtul cinnə vəl insə illə liya'budun. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və alimlər buyurur ki, burada liya'budun, burada məqsəd hikmətdir. Yəni onlar, yəni qulların yaradılmasından hikmət nədir? Allah Subhanahu Taala buradan da həmçinin bilinir ki, Allah Subhanahu yaratdığı hər bir şey hikmətinə uyğun olaraq yaradıb. Allah Subhanahu Taala
yaratdığı hər bir şeyi hikmətinə uyğun olaraq yaradıb. Allah Subhanahu taala yaratdığı hər bir şeyi hikmətinə uyğun olaraq yaradıb. İblisi belə hikmətinə uyğun olaraq yaradıb. Yəni bax, barakallahu fikum. İblisin, yəni Allah Subhanahu taala'nın ümumən Allah Subhanahu taala'nın yaratdıqları nədir? Allah Subhanahu taala'nın yaratdıqlarında mütləq olaraq şər yoxdur. Barakallahu fikum. Mütləq olaraq Allah Subhanahu taala'nın yaratdıqlarında şər yoxdur. Ümumən bu biraz geniş mövzudur. Qısaca olaraq bu mövzuya toxunacağıq. Yəni burada çünki o liya'budun, yəni orada hikmət yaradılmasından hikmət nədir? Allah Subhanahu taala buyurur ki, liya'budun, yəni onların yaradılmasından hikmət nədir? Onların Allah'a ibadət etmələridir. Bunların, yəni cinlərin və insanların yaradılmasından hikmət onların Allah'a ibadət etmələridir. Və deyir ki, Allah Subhanahu wa taala buradan bilir ki, Allah Subhanahu taala bunları hikmətinə uyğun olaraq yaradıb. Yəni Allah Subhanahu taala'nın yaratdığı hər bir şey Allah Subhanahu taala'nın hikmətinə uyğundur. Və iblisin yaranmasında və Allah Subhanahu taala bəzən sevmədiyi şeyləri yaradır. Onları kövni qədər olaraq var edir. Nə üçün? Çünki onlar Allahın sevdiyini aparır. İblis Allahın sevdiyini aparır. Bax, alimlər buyurur ki, yaxluqu mə la yuhib. Bunu qayda olaraq yadda saxlayın. Yaxluqu mə la yuhib ləənnəhu yufdi ilə mə yuhib. Yaxluqu mə la yuhib ləənnəhu yufdi ilə mə yuhib. Allah Subhanahu wa taala sevmədiyi bir şey yaradır. Çünki o Allahın sevdiyini aparır. Misal üçün, Allah Subhanahu wa taala Ət-Tavvabdır. Ət-Tavvab, yəni tövbələri çox qəbul edəndir. Yəni qulun tövbəyə müvəffəq olması üçün günahlar etməlidir, elədir? Hə? Yəni Allah Subhanahu taala Əl-Ğafur, Əl-Ğaffar, Əl-Ğafir. Allah Subhanahu taala yəni çoxlu bağışlayandır. Yəni qul, yəni günahlara salan kimdir? İblis. Yəni iblis insanları günahlara salır. Və Allah Subhanahu taala bağışlamağı sevir. Hə? Bağışlamağı sevir. Və nədir? Yəni Allah Subhanahu taala iblisi yəni sevmir. Amma iblisin belə deyə, yəni hansı ki səbəb olduğu əməllər ki var, yəni qulların günaha salınması, hansı ki qullar həmin günahdan tövbə etdikdə Allah Subhanahu taala tövbələrini qəbul edir. Allah Subhanahu taala onların günahlarını bağışlayır. Onlara Allahdan bağışlanma dilədikdə Allah Subhanahu taala onların günahlarını bağışlayır. Məsələ aydın olur, qardaşlar, barakallahu fikum. Yəni nədir? Allah Subhanahu taala sevmədiyi bir şeyi yaradır. Çünki o Allahın sevdiyi nədir? Şeyləri aparır. Allah Subhanahu taala bir şeyi yaradır, hansı ki onu sevmir. Amma o Allah Subhanahu taala'nın nədir? Sevdiyi şeyləri aparır şey. Bu da nədir? Qayda olaraq barakallahu fikum. Onun üçün Allah Subhanahu taala'nın yaratdıqlarında mütləq olaraq şər yoxdur. Mütləq olaraq nədir? Şər yoxdur. Barakallahu fikum. Allah Subhanahu taala sizə bərəkət versin. Və sonra müəllif rahmetullah bu ayəni gətirir ki, və laqad ba'athna fi kulli ummatin rasulan an i'budullaha vectenibut-tağut. Biz hər bir ümmətə rasul göndərdik. Biz hər bir ümmətə rasul göndərdik ki, an i'budullah, Allaha ibadət edin, vectenibut-tağut, tağutdan uzaq durun. Yəni Allah buradan bu ayədən çıxan faydalar nədir? Barakallahu fikum. Allah Subhanahu taala hər bir ümmətə rasul göndərib. Və laqad ba'athna fi kulli ummə. Yəni hər bir ümmətə Allah Subhanahu taala nə deyir? Rasul göndərib. Onları xəbərdar edəcək, onları Allaha yönəldəcək, Allahın dinini onlara öyrədəcək. Nədir? Rasullar göndərib Allah Subhanahu taala. Və laqad ba'athna fi kulli ummə. Hər bir ümmətə rasul göndərdi. Nə üçün? Onları Allaha, yəni an i'budullah, Allaha ibadət edin və tağutdan uzaq durun. Yəni burada nədir məqsəd? Burada da dediyimiz, yəni la ilahe illallahın təfsiri var ki, birincisi nədir? Yəni Allaha ibadət etmək bu isbat, vectenibut-tağut da inkar. Yəni deyir ki, Allah, yəni la ilahe illallah, yəni iki rükün var da, hə? Birinci Allahdan qeyri ibadət olunanları inkar etmək və ibadəti yalnız Allah Subhanahu wa Taala'ya aid etmək, isbat etmək.
Və həmçinin əni ibudullah və ictenibut tağut. Və ictenibu, yəni burada barakallahu fikum. Dedi ki, hər bir ümmətə Allah subhanahu teala hər bir ümmətə rasul göndərib. Allaha ibadət edin və tağutdan uzaq durun. Ümumən tağut məsələsi biraz geniş mövzudur. İnşallah Allah subhanahu teala müvəffəq etsin. Onu ayrıca bir dərsdə geniş olaraq Allah subhanahu teala müvəffəqiyyəti ilə alimlərin verdiyi şərhlə götürərək. Ümumən alimlərin yəni tağut haqqında çox sözlər var. Yəni Ömər ibn Xattab radiyallahu anhdan gəlir, barakallahu deyir, tağut yəni şeytandır. Bəzi sələflərdən gəlir, yəni sehirbaza deyirlər, kahinə deyirlər və İmam Malik rahimehullahdan gəlir ki, Allahdan başqa ibadət olunan hər bir şey. Allahdan başqa ibadət olunan hər bir şey və inşallah Allah subhanahu teala müvəffəq etsin. Ayrıca dərsdə bunu götürərək Allah subhanahu teala müvəffəq etsin bizi. Və sonra buyurur ki, müəllif rahimehullah buyurur ki, və bu ayəni gətirir: "Və qada rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsana." Və qada rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsana. Burada yəni və qada rabbuka alla ta'budu illa iyyah. Yəni yenə burada və qada rabbuka. Rəbbin qada etdi. Yəni əmr etdi ki, alimlər də buyurur, əmr etdi və yaxud da vəsiyyət etdi. Əmr etdi ki, alla ta'budu illa iyyah. Yəni Allahdan başqasına ibadət etməyin. Burada yenə nə var? Burada yenə la ilahe illallahın təfsiri var. Alla ta'budu, yəni ibadət etməyin illa iyyah, yəni Allahdan başqasına yəni. Yəni bu da nə dediyimiz inkar, yəni inkar və isbatdır, barakallahu fikum. Və həmçinin burada bir çox, yəni bu ayələr, bu ayə İbn Abbas radiyallahu anhumən də dediyi kimi, yəni bu ayə muhkəmət, yəni Quran-Kərimdə muhkəmət ayələrdəndir, muhkəm ayələrdəndir. Minəl muhkəmət, Quran-Kərimdə keçilir mühkəm ayələr, muhkəm ayələr. Və deyir ki, bu ayə deyir onlardan və bundan sonra gələcək ayə də var ki, onu da deyir ki, həmçinin ki, o da onlardan inşallah qabaqda gələcək, Allah subhanahu teala müvəffəq etsin. Və buyurur ki, İbn Abbas radiyallahu anhuma deyir ki, bu ayə deyir muhkəmət, yəni minəl muhkəmət, yəni muhkəm ayələrdəndir, mühkəm ayələrdəndir. Burada nə deyir? Və qada rabbuka alla ta'budu illa iyyah. Rəbbin belə əmr etdi, belə qada etdi ki, ondan başqasına ibadət etməyin. Burada qada, yəni şəri mənadadır. Deməli, Allah subhanahu qəza və qədər. Bu qada iki cürddə, hə? Var kövnü, var şəri. Kövnü odur ki, mütləq olaraq baş verən. Kövnü odur ki, yəni baş verən, yəni daha doğrusu kövnü odur ki, baş verən hər bir şey. Və ola bilər ki, orada elə bir şey baş verir, bu Allah subhanahu teala'nın sevgisinə dəlalət etmir. Yəni misal üçün Allah subhanahu teala və şəri odur ki, yəni baş verə də bilər, verməyə də bilər, amma bu Allah subhanahu teala'nın sevgisinə dəlalət edir. Yəni şəri odur ki, şəri qəza odur ki, Allah subhanahu teala'nın sevdiyi, baş verə də bilər, verməyə də bilər. Kövnü qədər odur ki, yəni bu baş verən hər bir şey. Amma bu Allah subhanahu teala'nın sevdiyi də ola bilər, sevmədiyi də ola bilər. Necə ki, yuxarıda deyim, misal üçün iblisin var olması. Allah subhanahu teala iblisi sevir, sevmir. Amma iblis var. Bu nədir? Bu Allah subhanahu teala'nın kövnü qədərdir. Allah subhanahu teala imanı sevir, yəni qulların iman gətirməsini sevir. Amma bütün qullar iman gətirirmi? Yox, gətirmir. Bu nədir? Bu şəri qədərdir. Yəni şəri qədər odur ki, Allah subhanahu teala'nın sevdiyi hər bir şey. Bu baş verə də bilər, verməyə də bilər. Kövnü qədər odur ki, yəni baş verən hər bir şey. Allah subhanahu məşi, Allah subhanahu istəyi, baş verən hər bir şey. Bu da nədir? Allah subhanahu teala'nın sevgisinə dəlalət etmir. Yəni o bir qədər həm şəri qədər, həm də kövnü qədər ola bilər. Hə? Bir qədər həm şəri, həm də kövnü qədər. Misal üçün, yəni Allah subhanahu teala qulların iman gətirməsini istəyir. İman gətirən qullar var. Onlar həm kövnü olaraq var, iman gətirən. Və həmçinin onlar nədir? Allah subhanahu sevgisidir. Nədir? Sevdiyi, yəni onların iman gətirməsi, yəni Allah subhanahu teala'nın sevgisinə dəlalət edir və həmçinin bu da nədir? Bu da şəri qədərdir. Barakallahu fikum. Burada qəsd olunan şəri qədərdir.
Və qada rabbuka əllə ta'budu illə iyyəh. Rəbbin belə qada etdi ki, ondan başqasına ibadət etməyin. Bu nədir? Bu yəni Allah Subhanahu şəri qədəri, şəri qadası. Yəni əmr etdi ki, alimlər buyurur ki, yəni Allah Subhanahu yəni Rəbbiniz belə əmr etdi ki, ondan başqasına ibadət etməyin. Ondan başqasına ibadət etməyin. Və bil valideyni ihsana. Və valideynlərə gözəl rəftar edin. Valideynlərlə gözəl rəftar edin. Deməli, Allah Subhanahu öz haqqından sonra kimin haqqını gətirdi? Muhammed sallallahu valideynlərin haqqını gətirdi. Yaxşı, bəs Muhammed sallallahu aleyhi ve sellemin haqqı harada qaldı? Hansı ki, o valideynlərin haqqından daha üstündür? Və qada rabbuka əllə ta'budu illə iyyəh. Yəni Allahın haqqının, Muhammed sallallahu aleyhi ve sellemin haqqı nədir? Zaten tövhiddir. Çünki bir insan tövhidin gerçəkləşdirilmiş olmaz hətta əşhədu ənə Muhammedən Rasulullah demədiysə. Yəni bir insanın la ilahə illallahı qəbul olunmaz hətta Muhammedən Rasulullah, yəni Muhammed sallallahu aleyhi və səlləmi qəbul etməz. Yəni alimlər buyurur ki, burada yəni Muhammed sallallahu aleyhi və səlləmin haqqı nədir? Tövhidin, yəni Allahın haqqı, yəni tövhidin içərisindədir. Barakallahu fikum. Və sonra buyurur ki, və bil valideyni ihsana. Valideynlərə yaxşı rəftar edin. Valideynlərə yaxşı rəftar edin. Və necə yaxşı rəftar edək? Valideynlərə necə yaxşı rəftar edək? Ayənin dalında buyurur. Allah Subhanahu buyurur ki, İmmə yəbluğanna indəkəl kibara əhaduhuma əv kilahuma fələ təqulləhumə uf ولا تنهرهما وقل لهما قولا كريما واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا. Necə ayədə keçir, barakallahu fikum. Rəbbin yalnız ona ibadət etməyi və valideynlərlə yaxşı davranmağı əmr etmişdir. Valideynlərə yaxşılıq nədir? Ayənin ardınca gəlir ki, əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara uf belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə. Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və ey Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi sən də onlara rəhm etdi. Sən də onlara rəhm etdi. Və burada barakallahu fikum alimlər buyurur ki, qulun valideynlərinə olan yaxşılığı bu aşağıdakı 5 dənə şeylə keçir. Barakallahu fikum. Bu 5 dənə məsələ ilə. Birincisi, onlara nədir? Onlara yaxşılıq etməklə. Ümumən onlara yaxşılıq etməklə. İkincisi, onlara əziyyət verməkdən çəkinməklə. Üçüncüsü, onların qəlbinə sevinci daxil etməklə, onları sevindirməklə, hər hansı bir şeylə sevindirməklə. Dördüncüsü, onlara dua etməklə. Və beşincisi, onlara qarşı təvazükar olmaqla. Burada birincisi, yəni onlara qarşı yaxşılıq etmək, ayənin bu yerində və bil valideyni ihsana. Valideynlərə qarşı yaxşı rəftar et. Və onlardan əziyyət verməmək, fələ təqulləhmə uf və lə tənhərhumə. Onlara uf belə demə və onları üstünə qışqırma. Bu nədir? Onlara əziyyət verməkdən çəkinmək. Və üçüncüsü, idxal sürür, yəni onların qəlblərinə sevinç daxil etmək. Onların qəlblərinə sevinç daxil etmək və qul ləhumə qawlan kərimə. Onlara xoş söz söylə. Onlara xoş söz söylə. Və dördüncüsü vaxfid ləhumə cinahəl zulli minər-rəhmə. Onlara qarşı təvazükar ol və rəhmət qanallarını onlar üçün aç. Rəhmət qanunlarını onlar üçün aç. Və onlar üçün dua etmək və qul Rabbi irhamhumə kəmə rabbiyani sağira. Ey Rəbbim, onlar məni və qul Rabbi irhamhumə kəmə rabbiyani sağira. Ey Rəbbim, onlar məni balacalıqda tərbiyə edib, yəni böyütdükləri kimi sən də onlara rəhm et. Sən də onlara rəhm et. Və dua da, yəni hər bir halda, yəni qul həm onlara dua etməsi gizlində yoxsa aşkarda? Hər iki halda. Həm aşkarda dua eləyir onlar üçün,
Ey anacan Allah sənə bərəkət versin. Ey anacan Allah Subhanahu səni xeyirlə mükafatlandırsın. Atacan Allah Subhanahu sənə bərəkət versin. Atacan Allah səni xeyirlə mükafatlandırsın. Bu həm onların qəlblərinə sevinç salmaqdır, onları sevindirməkdir və həmçinin onlar üçün dua etməkdir. Bu aşkardır. Və həmçinin gizlində onlar üçün dua etmək. Və qul rabbirhamhuma kema rabbiyani saghira. Xüsusi olaraq da bu duanı etmək. Allah deyir ki, və qul rabbirhamhuma. Ey Rəbbim onlara rəhm et. Bu duanı etmək. Barakallahu fikum. Və sonra müəllif rəhməhullah bu ayəni gətirir ki, bundan sonra bu ayəni gətirir ki, "Va'budullaha və la tuşriku bihi şey'ən." Va'budullah, Allaha ibadət edin. Bu deyilən nə deyil? La ilahe illallah. Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Və bu da va'budu, bu da əmrdir. Əmr nəyə dəlalət edir? Vücuba, yəni vacibliyə dəlalət edir. Yəni va'budullah, Allaha ibadət edin. Yəni vacibdir ki, nədir? Allah Subhanahu ibadət etmək. Nədir? Yəni onu təkləşdirmək. Və çünki yəni necə ki İbn Abbas radiyallahu anhumadan gəlir, yəni Quranda keçən hər bir ibadət nədir? Təvhiddir. Yəni ibadət edin, yəni vahid, yəni təkləşdirin. Allah Subhanahu taalanı təkləşdirin. Və həmçinin və la tuşriku bihi şey'a. Ona heç bir şey şərik qoşmayın. Yəni nədir? Allahdan başqa ibadət olunanların hamısını tərk etmək. Və bu da labiddir. Yəni bir qul, yəni Allaha ibadəti isbat etməlidir, Allaha xas etməlidir və Allahdan başqa ibadət olunanları tərk etməlidir. Çünki bu olmasa təvhid sayılmır. Yəni bir qulun deməsi ki, mən Allaha ibadət edirəm, bu təvhid sayılmır. Yəni bu Allaha ibadət edirəm. Yəni bu, başqasını da ibadət edirəmi nədir? İnkar etmir. Olar ki, Allaha ibadət edirəm, Allah inanışın başqasını da ibadət edir. Amma deməsi ki, yalnız Allaha ibadət edirəm, bu nədir? Bu təvhiddir. Yəni burada nədir? Burada nədir? Yəni yalnız Allaha ibadət edirəm, bu artıq başqa ibadət olunanları inkar etmiş oldu. Yəni mən yalnız təvhid bax budur. Yəni yalnız Allaha ibadət edirəm. Bir qulun deməsi ki, Allaha ibadət edirəm, bu kəlmə, yəni Allaha ibadət edir. Bu kəlmə, yəni təvhidi tam nədir? Əks etdirmir. Təvhidi tam bildirmiş olmur. Çünki bir insan deməsi ki, mən Allaha ibadət edirəm, o demək deyil ki, yəni Allahla yəni başqasını ibadət etmir. Amma deməsi ki, yalnız Allaha ibadət edirəm, burada nə olmuş olur? Burada artıq ibadəti Allah Subhanahu və Taala'ya xas etmiş olur. Allah Subhanahu və Taala'ya xas etmiş olur. Burada da həmçinin keçməsi ki, "Va'budullaha və la tuşriku bihi şey'ən." Burada da yəni ona heç bir şey şərik qoşmayın. Yəni heç bir şey. Burada hətta alimlər gətirir, ümumən lüğəvi olaraq gətirir. Yəni burada iki dənə ümum var. Birincisi "Və la tuşriku", ona heç bir şey şərik qoşmayın. Bu da nədir? Ümumən gətirir ki, burada elə ki, bəzi lüğəvi qaydalar var. Barakallahu fikum. Yəni burada "Və la tuşriku bihi şirkən", yəni ona heç bir şey yəni ona şirk qoşmayın. Bu ümumdur. Yəni heç bir şey şərik qoşmayın. Və ikinci ümumda, yəni şeyən nədir? Heç bir şey. Bunlar nəkrada gəldiyi üçün "Və la tuşriku bihi şey'a", ona heç bir şey şərik qoşmayın. Yəni bunun içində kimlər daxildir? Yəni mələklər daxildir, peyğəmbərlər daxildir, salih insanlar daxildir. Yəni hər bir şey daxildir bunun içinə. Hə? Hər bir şey daxildir bunun içinə. Barakallahu fikum. Yəni Allaha heç bir şey şərik qoşma olmaz. Heç bir şey ortaq tutma olmaz. İstər salih insan olsun, istər nədir? Övliya olsun, istər peyğəmbər olsun, istər mələk olsun, istər ən yaxın mələk olsun, onların heç biri, ən yaxın peyğəmbər olsun, Allaha yaxın peyğəmbər olsun, onların heç birinin Allaha ortaq qoşulmağa, Allaha şərik qoşulmağa haqqı yoxdur. Barakallahu fikum. Və sonra bu ayəni gətirir ki, müəllif rəhməhullah, "Qul ta'alu atlu ma harrama rabbukum alaykum, alla tushriku bihi şey'a." Gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Alla tushriku bihi şey'a. Ona heç bir şey şərik qoşmayın. Ona heç bir şey şərik qoşmayın. Bu da İbn Abbas radiyallahu anhumanın dediyi həmin o muhkəm ayələrdəndir. Necə ki, İbn Abbas radiyallahu anhuma deyir ki, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَقُولُوا اللَّهَ عَزَّ وَجَلَّ قُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ. İbn Abbas radiyallahu anhuma buyurur ki, yəni Quranda olan muhkəm ayələrdən
muhkəm ayələrdən bu ayələr. Yəni Rəbbiniz ona ibadət etməyi əmr etdi və valideynlərə qarşı yaxşı davranmağı əmr etdi. Və sonra bu ayə və həmçinin Allah Subhanahu bu ayəsi, bu sözü gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Danışın. Yəni gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim. Yəni bu ikisi deyir, İbn Abbas radiyallahu anhuma deyir ki, bunun ikisi muhkəm ayələrdəndir. Burada deyir ki, qul, yəni ey Muhammed sallallahu aleyhi və səlləm de, gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Yəni gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Burada baxaq, yəni Rəbbinizin sizə nələri haram etdiyini öyrədim. Deməli, bu sözdən sonra gələn məsələlər nədir? Haram olan məsələlərdir. Hə, burada nə deyir? Əllə tuşriku bihi şeyə. Ona heç bir şeyi şərik qoşmayın. Yəni burada deyir ki, gəlin sizə nələri haram etdiyini öyrədim. O sonra ona heç bir şeyi şərik qoşmayın. Sanki burada nə deyir? Yəni deməli, bax, indi gör, qulaq asın, barakallahu fikum. Allah burada deyir ki, qul təalu ətlu mə harrama rabbukum aleykum. Gəlin Rəbbinizin sizə nələri haram etdiyin deyim. Hə? Deməli, bu məsələdən sonra gələnlər haram olan məsələlərdir. Əllə tuşriku bihi şeyə. Ona heç bir şeyi şərik qoşmayın. Bu haram olan məsələdir. Hə? Yəni, biz əksinə əmr olunmuşaq, yəni Allaha heç bir şeyi şərik qoşmayaq. Yəni burada alimlər buyurur ki, burada müqəddər var. Yəni vassakum qul ta'alu atlu ma harrama rabbukum alaykum vassakum alla tushriku bihi şey. Yəni sizə vəsiyyət edir ki, ona heç bir şey şərik qoşmayın. Yəni burada nə deyir? Yəni burada o söz ki var, vassakum sizə necə ayənin axırında da həmin gəlir, həmin söz gəlir. Yəni vassakum sizə vəsiyyət edir ki, Allah Subhanahu taala ona heç bir şey nədir? Əmr edir ki, ona heç bir şey şərik qoşmayın. Və həmçinin sonra gəlir, وَبِلْ وَالِدَيْنِ إِحْسَانًا. وَبِلْ وَالِدَيْنِ إِحْسَانًا. Nədir? Valideynlərə qarşı gözəl davran. Hə? Valideynlərə qarşı gözəl davran. Bu haram olan məsələlərdəndir. Yəni qabaqda deyək, yəni gəlin sizə ayədə keçir, nələrin haram etdiyini deyim deyir, yəni ayədə. Və deyir, وَبِلْ وَالِدَيْنِ إِحْسَانًا. Yəni valideynlərə qarşı yaxşılıq etməyi. Yəni haramdır bu. Yox, yəni vassakum, yəni Allah Subhanahu sizə əmr edir, vəsiyyət edir ki, ona heç bir şey şərik qoşmayın və həmçinin vəsiyyət edir, əmr edir ki, nədir? Valideynlərə qarşı nədir? Valideynlərə qarşı gözəl davran, valideynlərə qarşı yaxşı davran. Burada da yəni təvhidə dəlalət edən ən birinci, yəni Allah Subhanahu taalanın ən birinci nə ilə başlaması, ən birinci təvhidlə başlaması ki, qul ta'alu atlu ma harrama rabbukum alaykum əllə tuşriku bihi şeyə. Yəni gəlin Rəbbinizin sizə nələri haram etdiyini öyrədim, ona heç bir şeyi şərik qoşmayın. Ona, yəni Allaha heç bir şeyi şərik qoşmayın. Bu nədir? Təvhiddir, bu da təvhiddir. Əllə tuşriku bihi şeyə. Ona heç bir şeyi şərik qoşmayın. Yaxşı, burada bəs yəni ibadət harda qaldı? Əllə tuşriku bihi şeyə. Ona heç bir şeyi şərik qoşmayın. Heç bir şeyi şərik qoşmayın. Bəs yəni yalnız Allaha ibadət edin harda qaldı? Hə? Yəni çünki şərik nədir? Şərik qoş, yəni bir insan şərik qoşmursa, şirk qoşmursa, o demək ki, o nədir? Allah Subhanahu onu təkləşdirir. Əgər təkləşdirirsə, deməli şirk qoşmur. Şirk qoşursa bir insan, deməli Allah Subhanahu onu təkləşdirmir. Yox, əgər Allah Subhanahu şirk qoşmursa, bu demək ki, həmin insan muvahhid, yəni Allah Subhanahu onu təkləşdirir ibadətini. Bu ikisi nədir? Bu ikisi nədir? Bəzi bir-birini aradan qaldıran. Yəni bir-birini ortadan qaldıran, yəni bir-birini pozan məsələ, belə deyək, bir-birini pozan şeylərdir bu iki məsələ. Qulaq asın, diqqətin, bir məsələ var, ikisi bir-birinə ziddi olan məsələlər. Misal üçün, ağ-qara. Onlar ikisi cəm ola bilər? Hə?
ağ, qara. Mesela, amma bunlar ikisi yəni ayrılsa qırmızı, sarı ola bilər. Yəni ağ da yoxdur, qara da yoxdur, amma sarı var, qırmızı var. Ola bilər? Hə? Ola bilər, ola bilər. Amma biri də var ki, yəni biri varsa o birisi başqa heç bir şey olmur. Bir ikisinin yəni bir-birinin pozan, aradan qaldıran. Misal, yəni təvhid varsa, şirk yoxdur. Aydın, yəni təvhid varsa, şirk yoxdur. Və şirk varsa, nədir? Təvhid yoxdur. Bunlar ikisi biri digərini aradan qaldıran. Və sonra İbn Məsud radiyallahu anhümənin bu qissəsin, hədisin gətirir müəllif rahimehullah. Qal ibn Məsud radiyallahu anhu: "Men arada en yanzura ila vasiyyati Muhammedin sallallahu aleyhi ve sellem elleti aleyha khatamuhu felyaqra qul ta'alu atlu ma harrama rabbukum aleykum ila qawlihi ve enne hâzâ sirâti müstakîmâ." El-ayə. Və İbn Məsud radiyallahu anhu deyir ki, kim Peyğəmbərin, Rasulullahın sallallahu aleyhi ve sellem, Muhammed sallallahu aleyhi ve sellem üzərində möhrü, yəni peçatı olan, üzərində möhrü olan vəsiyyətin görmək istəyirsə, qoy Allah subhanahu və taalanın bu ayəsini oxusun. Qul ta'alu və atlu ma harrama rabbukum aleykum. Əllə tuşriku bihi şeyə. Yəni bu nədir? İbn Məsud radiyallahu anh deyir ki, kim Peyğəmbərin üzərində möhrü olan vəsiyyətin görmək istəyirsə, qoy Allah subhanahu bu ayəsini oxusun. Gəlin Rəbbinizin sizə nələri haram etdiyin oxuyun, deyin. Ona heç bir şeyi şərik qoşmayın. Və burada da biz bilirik ki, İbn Məsud radiyallahu anh yəni bunu deməsi, yəni həmin ayənin nədir, əzəmətinə dəlalət edir. Necə ki, qabaqda İbn Abbas radiyallahu anhümə bu ayəni muhkəm ayələrdən adlandırmışdır. Həmçinin İbn Məsud radiyallahu anhu bu ayəni neyir? Bu ayəni Allah Rasulunun sallallahu aleyhi ve sellem üzərində möhrü olan ayəsi, yəni vəsiyyəti adlandırır. Barakallahu fikum. Və Allah subhanahu sizlərə bərəkət versin, qardaşlar. Yəni biz bilirik ki, Allah Rasulü sallallahu aleyhi ve sellem heç bir yəni yazılı olaraq, vəsiyyət olaraq heç bir vəsiyyət buraxmayıb. Hə? Allah Rasulü sallallahu aleyhi ve sellem heç bir vəsiyyət yazıb qoymayıb. Yəni İbn Məsud radiyallahu anhu demək istəyir ki, yəni əgər Allah Rasulü sallallahu aleyhi ve sellem vəsiyyət yazası olsaydı, bu ayəni yəni vəsiyyət yazar, vəsiyyət edərdi. Bu ayənin vəsiyyətləri nə üçün? Çünki bu ayə həm xeyrlərə özündə cəm edən ayə, ikincisi də çünki Allah subhanahu taala bu ayəni vassa, zəlikum vassakum. Zəlikum vassakum. Yəni Rəbbiniz sizə belə vəsiyyət edir. Rəbbiniz belə sizə belə tövsiyə edir. Yəni çünki bu Allah subhanahu taalanın tövsiyə etdiyidir, vəsiyyət etdiyidir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm də Allahın tövsiyə etdiyi, vəsiyyət etdiyi nə edərdi? Vəsiyyət edərdi. Aydın qardaşlar, barakallahu fikum. Yəni buradan məqsəd, yəni Allah Rasulü sallallahu aleyhi və səlləm əgər bir vəsiyyət buraxası olsaydı, yəni həmin bu ayəni vəsiyyət olaraq buraxardı. Yəni qoymuş olardı. Barakallahu fikum. Və sonra müəllif rahimehullah Allah Rasulunun sallallahu aleyhi və səlləm bu hədisi gətirir. Muaz ibn Cəbəl radiyallahu anhu ilə keçən qissə. وعن معاذ بن جبل رضي الله عنه قال: كنت رديف النبي صلى الله عليه وسلم على حمار فقال لي يا معاذ أتدري ما حق الله على العباد وما حق العباد على الله؟ فقلت الله ورسوله أعلم. قال: فإن حق الله على العباد أن يعبدوه ولا يشركوا به شيئا وحق العباد على الله ألا يعذب من لا يشرك به شيئا. فقلت يا رسول الله أفلا أبشر الناس؟ قال لا تبشرهم فيتكلوا. أخرجه الصحيح. Və burada hədisdə keçir ki, Muaz ibn Cəbəl radiyallahu anh deyir ki, bir gün Allah Rasulunun sallallahu aleyhi və səlləmin uzunqulağın üzərində Muhammed sallallahu aleyhi və səlləmin tərişində, yəni arxasında oturmuşdum. Burada radif edilişdə nədir? Yəni burada radif, yəni yəsinin, həmin miniyin yəsinin izni ilə onun arxasında oturmaq. Yəni həmin miniyin üzərində oturmaq onunla yanaşır. Burada nə deyir? Burada nə deyir? Allah Rasulunun sallallahu aleyhi və səlləmin təvazökarlığına. Yəni dəlalət edir subhanallah. Allah Rasulunun, yəni burada bir neçə şey var ki, Allah Rasulunun sallallahu aleyhi və səlləmin təvazökarlığına dəlalət edir. Hansı ki, Allah Rasulü sallallahu aleyhi və səlləm əfdalül bəşər. Yəni bəşəriyyətin ən üstünü idi Allah Rasulü sallallahu aleyhi və səlləm. Xalilullah. Allahın dostuydu. Allah akbar. Allah Rasulü sallallahu aleyhi və səlləm. Bununla yanaşı nədir? Bununla yanaşı
çox sadə və çox təvazökar idi sallallahu aleyhi və səlləm və hər birimizə nə olmalıdır bu? Örnək olmalıdır qardaşlar. Görürsən günümüzdə insan var ki, miniyinə nə etmir? Miniyinə başqa birisi mindirmədən nə etmir? Misalsın, və yaxud utanır, və yaxud misalsın, özünə sığışdırmır, və yaxud görürsən bir yaxşı miniyim var, və yaxud da necəsə, yəni görürsən mindirmək istəmir, hansısa bir insanın və başqa qardaşı mindirmək istəmir. Amma Allah Rasulü sallallahu aleyhi və səlləmin təvazökarlığından nə deyir? Öz miniyinə başqa birisinin mindirmişdir. Və burada bir neçə şey keçir. Hansı ki, alimlərdən biri gətirir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bir neçə dəfə varid olur ki, bir neçə nəfəri miniyin, yəni özü ilə yanaşı miniyin üzərində mindirməsi. Hətta gəlir ki, yəni 30-a yaxın. Ki, İbn Mundih rahimehullah, İbn Mendah rahimehullah bunu qeyd etmişdir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem yəni minin üzərində olduğu zaman tərkinə, yəni 30-a yaxın səhabə var ki, onlar nə etmişdir? Yəni öz minində tərkinə almışdır. Sallallahu aleyhi ve sellem. Bu da nədir? Bu da Allah Rasulunun sallallahu aleyhi ve sellemin təvazökarlığına dəvət edir. Və həmçinin uzunqulağın üzərində oturması. Yəni uzunqulaq. Yəni uzunqulaq bildiyimiz kimi nədir? Yəni o vaxtki minniklərin ən aşağı dərəcəsi sayılır da, hə? Yəni var məsələn dəvə var idi, yəni yaxşı atlar var idi. Bunlar hamısı ən üstün minniklər sayılardı. Barakallahu fikum. Uzunqulaq nədir? Minniklərin ən zəifi sayılar. Günümüzdə məsəl üçün ən zəif minniklər kimdə? Barakallahu fikum. Və Allah Rasulü sallallahu aleyhi və səlləm əflalül bəşər, yəni bəşəriyyətin ən üstünü olmağına baxmayaraq nədir? Yəni bu uzunqulağın üzərinə minəcəm mən. Yəni bundan nə etməzdi? Bundan bundan nədir? Yəni bundan çəkinməzdi. Yəni bundan nə etməzdi? Özü üçün, yəni bundan çəkinməzdi. Barakallahu fikum. Və yəni uzunqulağın üzərinə minməyi də nədir? Ar görməz. Yəni bunu nədir? Eyib bilməzdi. Sallallahu aleyhi və səlləm. Və görürsən, insan var ki, günümüzdə nədir? Mən filan maşına minəcəm, mən filan minlikdə geçəcəm. Allah qorusun. Allah subhanahu bizləri bağışlasın. Nədir? Bunlar hamısı nədir? Bunlar hamısı Allah Rasulunun sallallahu aleyhi və səlləmin əxlaqına uyğun olmayan hərəkətlərdir ki, əməllərdir ki, Allah subhanahu bizləri qorusun. Həmçinin burada bəzi mənbələrdə, həmçinin səhihdə, iki səhihdə Allah Rasulunun sallallahu aleyhi və səlləmin həmin o uzunqulağın adı keçir Ufeyr. Yəni uzunqulağın adı keçir Ufeyr və bu da alimlər buyurur ki, Əl-Afr sözündən götürmüşdür. O da torpaq rəngidir. Yəni torpaq rəngi olan bir rəngə deyilir. Torpaq rəngi olan bir rəngə deyilmişdir. Və həmçində ufra sözündən götürülmüşdür. Bəzi deyilmişdir ki, ufra sözündən götürülmüşdür da qırmızı ilə ağın qatışığı, hansı ki, bu da nədir? Uzunqulaqda olan rəngdir. Barakallahu fikum. Həmçinin buradan nədir? Qayda olaraq götürür ki, həmçinin Allah Rasulü sallallahu aleyhi ve sellem nədir? Heyvanlara ad verərdi. Yəni heyvanı adla adlandırardı. Hər hansı bir adla adlandırardı. Həmçinin burada Allah Rasulü sallallahu aleyhi ve sellem nədir? Ey Muaz, bilirsənmi mə haqqullah aləl-ibad və mə haqqul ibad aləllah. Yəni Allahın qulları üzərində olan haqqı və qulların da Allah üzərində olan haqqı nədir? Bu Allah Rasulü sallallahu aleyhi ve sellem burada sual formasında Muaz ibn Cəbəl radiyallahu anh verir. Bu da nədir? Barakallahu fikum. Və başqa hədisdə keçir, yəni başqa rəvayətdə keçir. Allah Rasulü sallallahu aleyhi ve sellem 3 dəfə soruşur bunu Muaz ibn Cəbəl radiyallahu anhdan. 3 dəfə. Və Allah Rasulü ey Muaz, Allah Rasulü Muaz da radiyallahu anh deyir ki, yəni ləbbeyk ya Rasulullah, yəni huzurundayam ya Rasulullah, eşidirəm ya Rasulullah. Yəni nədir? 3 dəfə. Bu da sual verməklə elm öyrətmək bu çox yəni gözəl bir üslubdur. Çünki öyrəncinin, öyrənənin, tələbənin diqqətini cəlb eləyir. Məsələn, tələbəyə bir şey öyrətdiyin zaman ona sual verərək bunu öyrətmək, onun diqqətini yayınmaqdan saxlayır. Artıq yəni sual verirsən, artıq diqqəti yönəlir sənə. Bu da nədir? Bu da gözəl öyrətmə üslublarındandır, gözəl öyrətmə formalarındandır ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bunu bizə öyrətmiş olur. Və orada da nədir? Allah Rasulunun sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəl radiyallahu anhudan soruşması ki, Allahın qullar üzərində, qulların da Allah üzərində olan haqqı. Muaz ibn Cəbəl radiyallahu anh nə deyir? Allah və Rasulü daha yaxşı bilir. Yəni demir ki, bilmirəm.
Yəni burada bu nədir? Bu Allah və Rasulü ilə sallallahu aleyhi və səlləmə olan ədəbdir. Yəni Allah Rasuluna sallallahu aleyhi və səlləm olan ədəbindəndir ki, yəni desəydi ki, bilmirəm nədir? Zaten bilmirəm. Amma deyir ki, Allah və Rasulü bilir. Yəni Allah və Rasulü daha yaxşı bilir. Allah və Rasulü bilir. Deyən ki, yəni Allah və Rasulü bilir. Yəni mən isə bilmirəm. Yəni nədir? Bu da Allahla və Rasulü ilə sallallahu aleyhi və səlləmə olan ədəbindəndir ki, bu da sahabələrin ədəbindəndir ki, biz də onların ədəbləri ilə ədəblənməliyik, əxlaqlanmalıyıq. Barakallahu fikum. Orada nə deyir? Deyir ki, fə innə haqqallah aləl ibad. Yəni Allahın qulları üzərində olan haqqı ona ibadət etsinlər, ona heç bir şeyi şərik qoşmasınlar. Yəni Allahın qullar üzərində olan vacib haqqı, yəni Allahın qullar üzərində olan vacib haqqı budur ki, Allaha ibadət etsinlər, ona heç bir şeyi şərik qoşmasınlar. Və haqqul ibadə alallah. Və qulların Allah üzərində olan haqqı. Yəni qulların Allah üzərində haqqı ola bilər, qardaşlar? Qulların Allah üzərində haqqı Allah subhanahu wa ta'ala istədiyi şeyi özlərinə vacib edir. Bu da nədir? Bu da Allah subhanahu wa ta'ala tərəfindən bir fəzilət olaraq, yəni Allahın rəhmətindən, fəzilətindən irəli gəlir ki, Allah subhanahu wa ta'ala qullarına vəd eləyir, onu özlərinə haqq olaraq vacib eləyir. Bu da nədir? Allah subhanahu wa ta'ala rəhmətindən. Bəzi zəlalət əhli kimi, Mütəzilələr deyirlər ki, nədir? Budur, yoxdur. Mütəzilələr deyir ki, yəni biz əməl ediriksə, Allahın üzərinə haqqdır, vacibdir ki, nədir? O əməlin müqabilini versin, subhanallah. Subhanək ya Rab. Bu nədir? Bu nədir? Yəni bu zəlalət əhlinin, həmin zəlalət firqəsinin dediyi sözdür ki, bu da nədir? Bu çox münkər bir sözdür. Allah subhanallah qorusun. Yəni Allah subhanahu wa ta'ala əgər müqabilə qarşı vermiş olsaydı, yəni əməlin müqabilinə qarşı biz həlak olardıq, subhanallah. Yəni əgər yalnız əməllərimizin qarşılığına görə olsaydı, biz həlak olardıq. Çünki Allah subhanahu wa ta'ala bizim üzərimizdə olan nemətləri var ki, nədir? Yəni onun bir dənəsi, bütün ibadətlərimiz bəlkə onun nədir? Bir dənəsini nə etmir? Əvəz etmir. Göz neməti. Subhanallah, bütün insanlar, yəni bütün hər kəsə xitabdır. Yəni Allahın nemətini bilmək istərsən, üzərində gözləri yum. Gözləri yum və gör ki, subhanallah, Allah subhanallah sənə nə boyda nemət verir. Yəni gözü yumduğun zaman sanki körsən. Açma gözü. Görüm nə edə bilərsən? Necə hərəkət edə bilərsən, subhanallah. Yəni bir dənə göz neməti Allah subhanahu wa ta'alanın ən böyük sənə olan nemətlərindəndir ki, nədir? Bunun əvəzini verə bilməzsən. Gözləri olmayan insanlar isə nədir? Yəni subhanallah. Yəni Allah subhanahu wa ta'alanın onları var etməsi onlar üçün bir nemətdir. Həl ətə aləl insani hinun minəd-dəhr ləm yekun şeyən məzkura. İnsanın üzərindən elə bir vaxt gəlib keçmişdir ki, insan xatırlanmayan bir şeydir. Yəni insan günümüzdə misal üçün deyə bilər ki, yaxşı filankəs şikəsdir, filankəs nədir? Misal üçün gözü yoxdur, filankəsin əli yoxdur, filandır. Yəni onlar ümumən xatırlanmayan bir şeylər idi. Allah subhanallah onları var etdi, xatırlanan bir şey etdi. Və onların dünyada olan o hallarda onlar üçün bir sınaqdır. Və Allah subhanahu wa ta'alaya itaət ibadət üzərində olduqları zaman cənnətdə onun mükafatını gördükdə subhanallah. Yəni onların hamısı dünyada onların olan o sınaqların hamısı onların yadından çıxacaq, onlara unutturulacaqdır subhanallah. O da nə deyib? Barakallahu fikum. Yəni Allah subhanahu wa ta'ala qullarına bir fəzilət olaraq, qullarına bir rəhmət olaraq öz istədiyi şeyi özlərinə vacib eləyir, haqq eləyir. Necə ki, bu hədisdə keçdiyi kimi ki, nədir? Əllə yu'azzibə mən lə yüşriku bihi şeyə. Ona şərik qoşmayan heç bir kəsi əzab etməsin. Ona şərik qoşmayan heç bir kəsi əzab etməsin. Barakallahu fikum. Həmçinin bu hədisdə nə var, qardaşlar? İnsanları sevindirmək. Muaz bin Cəbəl nə deyir? Radiyallahu anh, ya Rasulallah, əfələ ubəşşirun nəs. Ey Allahın elçisi, insanları müjdəliyinmi? Yəni bu da nədir? Sahabələrin subhanallah fəzilətinə bax, sahabələrin xeyrə həris olmalarına bax. Yəni ya Rasulallah, bu insanları müjdələyən, insanlara xoş xəbər çatdırmaq, insanları müjdələmək, insanlara nədir? İnsanlara sevinç çatdırmaq, insanların qəlbinə sevinç doldurmaq nədir? Bu çox gözəl, yəni əzəmətli bir əməldir, xeyir bir əməldir. Barakallahu fikum. Nədir? Sahabənin də buna nədir?
çalışması, sahabənin də buna səy etməsidir. Buna bir dəlil, yəni həmin sahabələrin necə də örnək, nümunə olan bir insanlar olduğuna dəlalətdir. Barakallahu fikum. Və həmçinin Allah Rasulunun sallallahu aleyhi və səlləm burada deməsi ki, "Lə tubəşşirhum feyəttəkilu." Yəni onlara xəbər vermə, çünki onlar arxain olanlar. Yəni arxain olanlar və əməlləri tərk edərlər. Arxain olanlar və əməlləri tərk edirlər. Və həmçinin burada fayda vardır ki, barakallahu fikum, bir yəni elm tələbəsinin, bir alimin bir insanı, bir tələbənin digərlərindən fərqləndirməsi üçün. Yəni ona bir tələbəyə ola bilsin ki, bir elmi öyrədir, çünki bilir ki, bunda bu qabiliyyət, bu fəhm, bu qavrayış var. Bunu düzgün başa düşəcək, düzgün yerinə oturacaq. Amma digərində nədir? Yoxdur bu. Aydındır, yəni ona tələbələrindən seçib o həmin məsələni ona deməsinə və digərlərinə deməməsinə nə deyir? Burada bir dəlil vardır ki, barakallahu fikum, nə deyir? Yəni ola bilsin ki, bir alim, bir elm tələbəsi tələbələrdən bəzilərin fərqləndirib onlara nə deyir? Müəyyən elmləri daha çox öyrədə bilir. Və həmçinin burada nə deyir? Burada əməllərə arxain olmamaq, yəni vardır ki, yəni ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, fəyəttəkilu, hətta nə deyir? Əməllərinə arxain olarlar. Və həmçinin Muaz ibn Cəbəl radiyallahu anhu bu hədisi danışmır, hətta nə vaxta qədər, hətta yəni ölüm ayağına qədər və ömrünün sonunda yəni elmi gizlətməkdən qorxduğu üçün nə deyir? Bu hədisi danışır. Allah daha doğrusunu bilir. Nədir? Bu da nədir? Burada yəni sahabənin ədəbinə fikir vermək və sahabədən örnək götürərək yəni insanın bildiyi bir məsələnin gizlətməməsi, nədir? Öyrətməsi, insanlara fayda verməsi, onları müjdələməsi. Və Allah daha doğrusunu bilir. Bugünkü dərsimiz bu qədər. Allah subhanahu müvəffəq etsin. İnşallah gələn dərsdə gələn o birisi babı götürərək Allah subhanahu taala müvəffəqiyyəti ilə və Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdika əşhədu an la ilahe illa ente estağfiruka və etûbü ileyk.